Bismillahirrahmanirrahim. Ulu Tanrı inadı ilə. Bu günləri Cəhalət mühəndisliyinə qələbənin 260-cı bölümün başlayıram. Umarım inşallah Allahın köməyi ilə və onu ilə eləyə bilək ki, türklərin yaratdığı dil uyğarlığı və yazı uyğarlığından bir əski, tarixi, neçə yüz il bundan öncə əllə yazılmış kitabların biri ilə tanış olaq ki, uzmanlıq sahələrində də yazılmış olaq. Bilirsiniz, internetim mənim neçə gündür çox zəif olur. Türkçə desək oyun verir, Təbrizin ləhcəsində desək oyun verir. Nədən isə o birisi yerdə, otaqda görsədir çox yuxarı sürətlə, bu burada görsədir aşağı sürətlə və qırılır da bəzən. Dün 1-2 gün öncəki proqram qırılmışdı. Dünən yenidən təzəşdən onu əlbəttə bir ayrı kitabda mərifə elədim ki, çox da təkrar oldu. Tamam, dünənləri Əhməd Paşa divanını oxuduq. Və bu günlər gedirik bu kitabı açaq, oxuyaq, görək ki, nədir? Adını da burada görə bilmirəm ki, görüm nədir? Siffətul Səfa Şeyx ehtimalən olacaqdır. Səfiyyəddini Ərdəbili li Təbriz Ərdəbilli Təbriz Milli Bitik evi. Belə bir şey alıbdı, yazıbdı. Bu kitabın üzərində yazıblar. 108 səhifə bunu qoyublar, amma elə birinci səhifədən bəlli olur ki, PDF-in hər bir səhifəsində kitabdan 2 səhifə qoyublar. Yəni bu kitab 216 səhifəlik bir kitabla qarşı-qarşıya durmuşuq. Biraz kiçildək, əvvəl kitabın bir kağızına baxaq görək ki, bu kağızdan əkslər o kağız kitabdan bizə nə deyir? Cildinə baxırıq, görürük ki, kitabı açıblar. Cildin gözəlliyi içində də var. Yəni, göndən buna bir cildi düzəldiblər, müqəvva içindədir. Amma bunun içərisi də ki, göndü, cildin içərisi çox gözəl bir nəqşə görürük bunun üstündə. Mən buradan bu cür bir nəqşə görməmişdim. Bu çox, yəni rəngi fərqli olduğu üçün deyirəm, yoxsa bu cür bir şeylər görmüşdük. Cildi burada görürük, birinci yazını burada görürük. Bəllidir ki, bu birinci yazıdan bir səhvə düşübdür. Çünki burada cırılıbdır, bunu da yapışdırıblar bir kağızla. Şirazə, yəni cırılıbdır. Onun üçün mənim nəzərimə gəlir ki, birinci səhifəsi heç olmasa cırılmış görünür, amma baxarıq. Yəni, bəlkə də elə bismillahsız başlayıb. Yəni, mən inanmıram belə də olsun, amma belə də olmuş olsa. Ondan sonra ikinci səhifəyə geçirik, görürük ki, kitab əlbəttə baxırıq, görürük ki, kitab neçə yerdən cırılıbdır. Yəni, kitabın bu tərəfinə baxanda ki, səhifələri görürük, görürük kitab kamilən çürüyübdür, əpriyibdir, tökülübdür, kamilən, yəni, köhnəlibdir, çox belə pis. Vəsətdə də görürük ki, neçə yerdə cırıq var, onları da görürük. Eyni halda burada 2 dənə də möhür görürük, bir ceydatda burada tarixdir, yazıdır, nədir? Onları da görürük, soralar yazılıb, qıraqda. Yazının özünün dövrəsində çarçivə var. O çarçivəni görürük, onun içində qalıbdır və ikinci səhifədə görürük ki, o cırıqlar ki var idi, cırıqlar burada da görsənir. Buradan da belə baxanda cildi indi dalda görürük ki, cild qəhvəyi rəhdi və şey olubdur. Şerdir burada görürük, çarçivəsi vardı. Hətta misrələri də çarçivəyə salıblar. Kitabın ortası, yəni şirazəsi cırıqdır, o da görürük. Qıraqları cırıqdır, çəsbinlə, sirişomla yapışdırıblar, onu da görürük. Kitabın işlənmədən dolayı, yapıntılıqdan dolayı çox qərəlib qıraqları. Məsələn, elə bir ki, nə deyim, yəni və cırığı çoxdur, haşiyə yazısı da çoxdur, amma kitabın yenə də görürük ki, orta səhifələri cırıqdır. Yəni, elə bir ki, bunu bir səhifələri bir nəfər qazma ilə vurubdur, dəlibdir, gedib, məsələn, o birisi başaqcan. Yəni, mən indi burada görürəm, ələn neçə səhifə gəlmişik, o cırıqlar hələ fiilən var. Dəlik kimi ilə özü qalır, getdikcə əlbəttə azalır və keçilir. Burada
Tamam, qeydim yenə də. Xətti çox gözəldir. Yəni burdan ki indi məsələn bura oxuna bilən yerdir. Xətti çox bir gözəldir. Niyə gözəldir? Çünki mənim kimi türk dilində savadsız bir adam elmi mövzular, qonularda türkcə oxumamış, türkcəni oxumamış bir adam eləyə bilər bunu oxusun. Əlbəttə ki, bu təxəssüsü olsa bu kitab, bunun təxəssüsü sözlərini oxumaq və anlamaq özü çox zordur və mənim kimi savadsız bir adama da ağırdan ağır gələr. Kitabın görürsünüz qıraqda da su keçibdi, onlar burada dahi görsənir. Çünki kitabın əvvəlləri çox işlənibdi, sonraları işlənməyibdi zahirən. Düzdür, burada da əlan bir cırıq görürük, amma həqiqət budur ki, o iki yer ki kitabdan elə bir dəlinibdi, qazma ilə vurublar, elə davamı var. Hələlik da o gedir, səhifələrdə görünür. Çox gözəl amma bir yazısı var kitabın əvvəllərin tərsəsinə ki, çox hətta burada istikan ayağı da, ləmbəkə ayağı da onun da yeri düşüb kitabın üstünə. Beləsi demək olar ki, görsəniz. Burada bir şey, bəli, bunlar da yazılara baxırıq. Hələ mən sürətlə vururam ki, bu keçsin səhifələri qutaraq və çox gözəl xətti var. İnsafən bu xətti Osmanlıda divani xətt dedikləri, bəlkə də Azərbaycanda bu xətti ki, indi görürük, bu xətti olmuş olsun, amma təəssüflə bu kitabın burada, yəni qədəmi rəncində ya qədəmi rəncidə ehtimalə beləsi olacaqdır. Mütəəssifanə burada kitab yarımçılıq qalır. Yəni son səhifəyə gəlirik 108-ci səhifəyə, mətləb yarımçılıq, kitab yarımçılıq. Yəni kitabın əvvəlindən tökülüb, axirindən də tökülüb. Təəssüflə bu kitabın cildindən də əks qoymayıblar ki, görək cildi fəqət bir dana əvvəldə qoyublar ki, o da yarımçılıq bir cildidən ibarətdir. Ondan sonra, yəni burada görürük ki, əgər bu hesab olsa, cildi kəsilibdir əslində. Burada kitabı indi biraz yekəldək, görək ki, bu kitabda nələr görürük. در فروردین 1316 داخل کتاب سرالحساب گردید. belə bir şey. Daxili kitabi ma'dülhesab gərdid. Belə bir şey. Hüseyn Nəxcəvani kitabxanası möhrü vurulub. Kitabxanası yox, möhrü Hüseyn Nəxcəvani, Allah rəhmət eləsin. Nəxcəvanilər çox kitab əhli imişlər və onların həm də çox aydınlar imişlər tarixdə. Onların burada biz möhrün görürük. Sahibi, bu da oxunmur kamil. Nə mənə beləsi bundan izafi oxunmur. Yəni mən oxuya bilmirəm. Burada əlbəttə birində də ayrı nömrələr var. Nələrdən ibarətdir onu bilmirəm. Gedək kitabın o cildi ki görsənir, dedim. Bu kitab cırılıb. Həm əvvəli yoxdur, həm axırı yoxdur. Bu neçimci səfədir biz burada görürük. Əlbəttə burada gördüm ki, bir səhifəyə də nömrə qoyublar. Amma bu nömrə o nömrə deyil ki, kitabı şey eləsin. Yəni bizə desin ki, bu kitab məsələn səfəsi hardan başlanır. Hər halda burada bəllidir. Hətta bu kağız ki, sirişon ki yapışdırıblar, səfəni yapışdırırlar. O da düşübdür yazının üstünə, təəssüflə yazı da görsənmir. Burada indi bir kəlmə yazılıbdır, eyləmişin mən görürəm, amma ayrı rənginlə də yazılıb. O, indi biz onu görmürük, qərə görürük, amma biraz qırmızı kimi qərə görürük. Qərə görürük, hər halda şey deyil yəni. Şah-ı aləmpənah, bu nə mənədir? Əshəni ə'la həzrət cənnət xəzrət keyvan məkan. Yenə burada bir şeylər yazılıbdır ki, oxunmur. Məan, pərvərlıq bir cünün
Günəşi bir gününün günəşi və mehtərlıq ilə cəlalət kökünün bədri günü olacaqdır bu da. Gününün həman olacaqdır. Gününün kökünün yazılıbdır. Kökünün amma bilirik ki, beləsi oxuya bilməz. Cəlalət gününün bədri. Kamkarlıq təxtinün şərəfi və namdarlıq bəxtinün mədari ədaləti mehrinün ədalət mehrinin sipehri və səltinət sipehri. Burada bir şey yazıbdır. Nəminə lügünün ehtimalən lügün sipehrlügün mühri. Ehtimalən beləsicə oxunaq. Və səltənət sipehrlünün bunu deyirəm, qəşəng oxuya bilmirəm, çünki bilmirəm nə cür yazılıbdır. Möhri, insanlıq sidqinin sidq sədaqət. İnsanlıq sidqinin burada üstünə cöhər tökülübdür, ya dəlinibdir, ya hər nə olubdur. Kitabın axırıncasında davam tapır bu. Və vilayət dənizinin sirri, ruzigari və yenə də aradan gedib bunlar. Orada da görsən bir çəşmi ilə çırağı və zül iqtidarı xaqininin meladiyle muadi. Burada bir şeir yazıbdır ehtimalən. Görək ki, eləyə bilsək oxuyaq. Çünki kitab قصر دارا غلام و کسرا جمع احتشام قصر دارا غلام و burada altına nöqtə qoyub 3 dənə. Amma bilirik ki, belə bir şey oxumaz. Kəsra cəm ehtişam qulları yanında şahündür iki gulam. İndə səltənətil qahirəti Qiyasul millətil bahirəti Zəllallahu Teala. Əvvəlin türkçə yazmışdı, vəsətdə çevirdi ərəbcəyə. Dedik, səfələr də tökülüb, bilmirik nə mənədir. Calibdir, mən bunu indi görək ki, kitabın ehtimalən adını deyə. İndə səltənətil qahirəti Qiyasul millətil bahirəti Zillullah Teala fil ərzeyn ya ərzeyn qəhrəmani Süləhai və tin. Ehtimalən süləha olmuyor, çünki oxunmur. Xələfil əxlafi seyyidil mürsəlin Əs-Sultan ibn Sultan Əl-Muəyyidi min indillah Əl-Əzizil Vəhhab Müzəffəri Əs-Siyadəti müzəffəri siyadəti vəl-xilafəti vəl-ədaleti vəl-nəsəfəti və şəvkəti və dünya və dini Əbul-Müzəffər Sultan. Aha, burada indi qırmızı yazıbdır, amma gedibdir. Buradan dedi Sultan ibn Sultan. İndi bunları deyəndən sonra adını yazıb, amma Şah Təhmasib. Kompüterin biraz bu açısını değiştirsək öz bizə. Mən beləsi görürüm Şah Təhmasib. Şah Təhmasib haqqında Təhmasib zamanında heç olmasa bu yazılıbdır. Şah Təhmasib Bəhadur Xan ibn Sultan Əl-Muta Sultan Şah İsmail. Yəni İbni Şah İsmail yazıblar. Mənim dədəmin adı kimi yazıblar. Nurullah Müzcəhu Nəvvərəllah Məzcəhu İbn Sultan Mürşid Sultan. Bu sultan sözü əvvəldə həm şah, həm sultan. Bu iki kəlməni bir dəfə də işarə elədim, amma yarımçılıq qalmışdı. Zahirən sonralar yadıma düşdü, yarımçılıq demişəm. Bunlar əvvəldə dərvişlərin, şeyxlərin başında olan adama deyilərmiş.
və onların sultanlığı ya şahlığı sorumsuz, sualsızdır. Hər kəs istəyəcək bir şeyxə təbəiyyət eləyə, bir şeyxi gəl. Əvvəl gərək onun xilafət yəni yer üzündə Allahın nümayəndəsi olmasını qəbul eləyə. Yəni, bu qədər önəmlidir. Ondan sonra onun əmri hər nə olursa olsun, o əmri itaət eləyə. Buna deyil, bəzi dərvişlər buna şah deyiblər, bəzi dərvişlər də sultan deyiblər. Bu həm Azərbaycan hakimiyyətlərində, həm Osmanlı hakimiyyətlərində hər ikisi də işlənibdir. Amma siyasi anlamda. Vəli bu şaha, yəni bu şah ki siyasi şahdır, bu şah özü o sultana ya o şaha əksəriyyət şahlar ona özləri murid olublar, murad olublar. Onu əsli şah onu biliblər əslində. Heç olmasa zahirdə də, yəni biz zahirdən insanları qəzavət edirik da, biz heç vaxt insanların içində nə getir, onu bilə bilmərik. Amma bunu bildiririk ki, bəli, onları məsələn özlərindən üstün görüblər, onlar bunların yanına gələndə baş əyməyiblər, bunlar onların yanına gedəndə baş əyiblər. Bir çoxu, əlbəttə demirik hamısı, amma bunu bilirik ki, beləsi olubdur. Hətta buna görə bir dənə daha memarlıqda bir yol açıblar buna. Dərvişxanaya girəndə normalda o dərvişxananın qapısının alçaq elirlər ki, ora girən əylə-əylə girsin. Şahın yanına bəzən zorla aparırdılar, əyirdilər adamların boynun. Amma burada ad qapını, memarlığı eləyiblər ki, ora girən ki, gedəcək o şeyxin yanına əyrici, əyilsin, təzim halətində geçsin ora. Ona görə bu şah sözü və sultan sözü əslində irfan şahı, dərvişlik şahı, düşüncə şahı, əxlaq şahı ya sultanı deyələk ortaya çıxıbdır. Sonralar bunlar gediblər şeylərə də gəliblər. Tamam, dedi ki Şah Təhmasib Bəhadur Xan ibn Sultan Əl-Muta Sultan Şah İsmail Nəvvərəllah Məzzəcəhu ibn Sultan Mürşid-i Salikin, burada onu deyir. İbn Sultan Şah İsmail özü kimin oğludur? İbn Sultan Mürşid-i Salikin, mürşid deyib burada. Sultan, yenə də sultan sözündə işlədi. Mürşid-i Salikin Sultan Qəddəsallah Ruhul Əziz İbn Sultanul Arifin Sultan Şeyx Cüneyd. Görürsünüz, bu şah deyildi əslində. Amma sultan sözü buna gəlir, çünki insanlar bunun sültəsin özlərinə, əmrin özlərinə, hər sahədə əmir versə, get boşan, boşanır, get evlən, evlənir, get özü öldür, öldürür. Yəni bu qədər. Şeyx Cüneyd ibn Qudvətül Mütəkəllimin Şeyx İbrahim. Şeyx Cüneydin də şeyi İbrahimdir, Şeyx İbrahimdir. Zadallah fil cənani futuhahu İbn Sultan. Yenə də İbn Sultanı deyir. Yenə də bu özü bir sultan. İbrahim özü də bir sultanın oğlu olandan sonra burada kağız yenə cırılıbdır. Görmürük nədir? Mütəəssifanə olmayacaq. İndi burada Zaatullah fi mənazili qurbi qurbətihi İbni Xələfil Uliya. Yenə burada bir kəlmə, bir şey yazıb, amma təəssüflə görün bunu oxuya bilsək. Bu da yenə qırmızı yazılıbdır, gedibdir. Məsih nəminə oxuya bilirik. Ya oxunmur, bunu oxunmur, gedir. Vəlləzinə filan Əl-Mustəfəvidir, hər nəmədə Əl-Hüseyni nəzmə gətiribdir. Buradan bu yüzə inşallah oxunacaqdır. Şahının vəsfi andən artıqdır. Ki qələm dil ilə əda qılalar. Şahının vəsfi ondan artıqdır. Ki qələm dil ilə
əda qılalar. Vacib oldur göngül həmin gönül əbyasilərə vacib oldu yəni. Vacib oldur gönül əbyasilərə kim dünü gün ana dua qılalar. Kim dünü gün dünən gün bugün ana dua qılalar. Xalladallahu Teala subhanahu zəlal xilafətih. Görürsünüz bunu xəlifə elan elədi. Zilal xilafətih və ədalətihi və ihsanihi və imtinanihi və asar bərahin əslafihil xəvaqin xaqanlar vəl uliya'il avtadi. Burada yenə mütəəssifanə əvvəli düşübdür. Bilmirəm nədir. Mən ehtimalən xilafəti çağında belə oxuram. Xilafəti çağında kim? Burada bir kəlmə yazıbdır ki, məsələn istəsəm belə oxuyam, yazı ilə oxuyam, ola Pilton. Pilton nə deməkdir? Bilmədiyim üçün olmayacaq. Millətün olacaqdır məncə. Xilafəti çağında ki, millətün aliminin xəlayiqi sidq ilə ixlas biş diqqət namazdan sonra Tanrıya yalvarıb zikr eylə duaları budur. Burada Tanrı sözünü də işlədibdir. Namazdan sonra o da beləsi olacaqdır. Xilafəti çağında kim? Millətün təşdisat da yoxdur. Bəli, bundan sonra ayrı bir şey yoxdur. Millətin aliminin xəlayiqi sidq ilə ixlas 5 vaxt namazdan sonra Tanrıya yalvarıb oxunmur. Mən Tanrıya bənzədirəm ki, yarısı qaldığı üçün bunu ayrı bir şeyə bənzədə bilmirəm. Tanrıya yalvarıb zikr ilə duaları budur. Gedək o birisi səhifədə görək nə gəlir. Oradan sonra indi ya səfər cırılıb gedibdir, ya da ki geçir nəzm. Nəzmə geçir, şeirə geçir. Tamam, burada nəzmi gördük. O qırmızı yazmışmış, gedibdir. İndi burada görək nədir. Hər halda indi Şah Təhmasib ibn Şah İsmaili əvvəl yazaq görək ki, buradan bizə nə gətirir. Şah Təhmasib ibn Şah İsmail özü ikiniz yazıbdır. Biz ucuz yazaq görək ki, buna nə gətirir. Şah Təhmasib yekkum bi Türkiyə Azərbaycan by əlfbay ərəbi. Şah Təhmasib ibn Şah İsmail ibn Şeyx Heydər. Yəni birinci Təhmasib Şah İsmailin oğludur. Zindəgi və səltənət. Təvəllüd 929 Hicri. İndi bunu yazaq ki, təvəllüd 929 Hicri qəməri, vəfat 984 Hicri qəməri, səltənət 54 il. Wow, əcəb səltənət eləyibdir. 930-dan ta 984-ə qədər Hicri qəməriyəcən səltənət eləyibdir. Əgər bu kitab bu zaman yazılsa, yəni deyək ki, bunların ortasında yazılıb, yəni 30 ilə 80-in arasını tutsaq, deyək ki, 60-da yazılıb məsələn. Əgər bitik 960 Hicri qəməridə yazılmış olsa, neçə il geçər? İndi onu burada hesablayaq. Görək ki, indi 1447-ci il deyirik. Əgər bundan tutsaq 960-ı, bu kitab 448 il bundan ölə kitab 487 il öncə
yazılmış olur. Tamam. Bu kitabın ömrü 487 il öncədir. Yəni hüdudən 500 il öncə bu kitab yazılmış ola bilər. دومین پادشاه صفوی و از طولانی‌ترین سلطنت‌ها در تاریخ ایران sözü gərək gəlməyə burada. Mən indi burada əlbəttə etiraz edə bilirəm ki, آیا در آن تاریخ واحد سیاسی به نام ایران وجود خارجی داشته است که شما آن را به ایران استناد کردید. Burada da bir etiraz kimi yazarıq ki, o görək nə deyir, amma تثبیت دولت صفوی و رسمی سازی تشیع در ساختار حکومتی، انتقال پایتخت از تبریز به قزوین، مقاومت طولانی در برابر عثمانی و ازبک ها، اگر خواستی میتوانم فلان و بهمان. بله، سوال بسیار مهمه. در زمان شاه طهماسب صفوی ایران به عنوان نام وجود داشت. هویت تاریخی و فرهنگ به نام ایران قطعا وجود. جای هویتدن دانشه چه belə bir şey yoxdur، قطعا وجود داشت. مردم، شاعران، مورخان و دربار از نام ایران و ایرانی استفاده میکنن. belə bir şey yoxdur. Amma bu da ChatGPT məcburdur elə bu farslılar yazdığı şeyə müraciət eləsinlər. Tamam. İndi gedək şeiri başlayaq. Görək ki, şeir nə deyir. Bu dərvişi şivən şahi ilahi. İndi burada bu dərvişi sevən şahi ilahi. Bu pek vardı, o oxunmayacaqdı. Bu dərvişi sevən şahi ilahi ki aləm əhlinin dür padişahı. Görürsünüz? Dərviş odur aləm əhlinin padişahı. Bu dərvişi sevən şahi ilahi ki aləm əhlinin dür padişahı. Salatin eşiyində bəndə qılqıl. Salatin eşiyində bəndə qılqıl. Zelali dövləti payəndə qılqıl. Cahan ədli ilə, məmur ilə, təbahi ölkəsindən dur eylə. Burada o kitab ki cırılıbdır, qazma vurulubdur, ora görürük ki, anun hər üç nöqtə, anun aləmdə rəvan et. Kimin nökərləri sultan xan et. Ya da kimin nökərləri sultan xan et. İki aləm genə boş ilə nə kim istərsə ana vasıl eylə. Futuh ilə zəfər ana nəsib et. İmamlar himməti ana rəqib et. Rəqib burada kömək anlamındadır. Rəqabət anlamında deyil. Çu xəlqi aləmünün dur padişahi. Çu xəlqi aləmünün dur padişahi. Ümidi xəlqi dur o barcahi. Durur barca. Ümidi xəlq durur barcahi. Yerlər səfərə səndən xilas ilə aləm. Burada bir şey yazıbdır. Yiyarlar səfərə nə deməkdir bilmirəm. Yiyarlar səfərə səndən xas ilə am veribdir xəlqə خوگ سوز آل و انعام. Çok, aha burada beləsi olacaq. Veribdir xəlqə çox söz al و en'am. Bu al eynilə yazılıbdır, özü də bilmirəm nə mənidir. Ədalət dün o gün əndişəsidir. Ədalət dün o gün, dünən və bugün. Ədalət dün o gün əndişəsidir. Təharət pürlə ismət bişəsidir. Bu da olacaq pişə ehtimalən bişəsidir. Bişə mənasında gəlsə ola bilər. Əlbəttə burada beşəsi də oxunur. Beşəsi düzdür əslində. Özdə bı da yoxdur. Yəni özümdən bunu deyirəm. Nə pıdır, nə bıdır.
Ona görə özümdən deyirəm, bəlkə bunu ayrı cür oxunar, mən qələt oxuram. Ədalət dünücün əndişəsidir, təharət pürlə, ismət beşəsidir. Fəsad و fisk Adəmdən gedərdi. Fəsad و fisk Adəmdən gedirdi, rüsum-i cori aləmdən gedirdi, yəqinidir dürüst و dini ari. Yəqinidir dürüst و dini ari. Dini təmiz, arı təmiz. Dini ari, qamu işdə müini kirdicari. Qamu tamam. Türkçe söz olacaqdır. Qamu sadati qıldı tərbiyyət ol. Qamu sadati qıldı tərbiyyət ol. Olar izverdi çox mal و təcəmmül. Olarğa verdi çox mal و təcəmmül. Buradan yenə də o qazma ki dəyibdi, kitab buradan cırılıbdı, dedim. Çox cırılıb gedibdi, bəllidir. İndi burada deməlidir, üçündür, tamam-ı cəhdi, nəng و nam üçündür. Səfiyullah adı burada cırılıbdı. Qədəm basıb durur mundaq yeganə. Qədəm basıb durur mundaq, durur mundaq, şayət mundaq elə olacaq, amma nə mənədir mənası bilmirəm. Qədəm basıb durur mundaq yeganə, vücudə gəlməyib dur haqqı tanıqdır. Vücudə gəlməyibdir haqq tanıqdır. Muni inanmayan biri tamuqdur. Bunu b değişip muni tanımayan, yani bunu tanımayan. Muni burada mı yazıbdır. Muni inanmayan yeri tamuqdur. Tamuq burada cəhənnəm mənasına gəlir. Calibdir bu mənaya. Gecə taat qılır, gündüz ədalət verir xalqi cəhanə istimalət. Səfiyyül əsfiyanın məzhəridir. Xəlafət mədəninin cövhəridir. Ana tevfik taat haqq veribdir. Ana tevfik taat haqq veribdir. Xəlafət donini tanrı geydiribdir. Xəlafət doni tanrı geydiribdir. Və həmdülillah ki onun dövlətindən cahan arıldı, təmizləndi. Cahan arıldı oğri zəhmətindən. Ki gər bir yük qızıl başinə alsa, ki gər bir yük qızıl başinə alsa, yaya yalğuz kişi ya bəndə qalsa, yaya ayaq, yəni piyada gedən. Türkiyədə işlənir yaya, yəni piyada gedən. Biz indi bunu piyada oxuruq. Yalğuz, yalğız tək başına. Yəni məsələn atı heyvanı yoxdur ki minsin, yaya deyir, piyada gedir, yalğuz tək gedir, yabəndə, yəni çöldə, biyaban. Pəs beləsi olur ki, əgər bir yük qızıl başinə alsa, yaya yalğuz kişi yabəndə qalsa, şeirin davamı vardır, gedək görək ki, kimin var zümrəsi yaninə varmaq? Kimin var zümrəsi yaninə varmaq? Bir altınca atun malin aparmaq. Bir altınca, altın burada qızıldır anlamındadır, yəni bir danası. Bir altınca anun üzr istəyirəm. Bir altınca anun malin aparmaq. Kim eləyə bilər onun bir yük qızılından bir dənəsini aparsın? Məhəmməd Müstəfanın izzəti ilə, Əli Mürtəzanın isməti ilə, Həsən iki cəhanın müstəbası, Hüseyn ol şahid dəşti Kərbəlası, İbad ol Adəm ali nübüvvət, İbad ol Adəmi ali nübüvvət, Muhammed Baqir olar
burası gedib də o qazma düşüb buraya, gedib mütəəssifanə. Ve haqqi Cəfər Musa Kazım, burada bir qırmızı yazıbdı, riza olacaqdı, gedibdi, cırılıbdı. Bura o cırılan yerdə atdakı səfərlər göstərir. Və Narə Qasım və Narə Qasım ya Tazə Qasım, yenə deyirəm, cırılıbdı, görünmür. Təqir birlə nəqiy o əskəri həm Məhəmməd Mehdi ol şahid o aləm. Bular dünün haqqi üçün ya ilahi. Bular tünün haqqi üçün. Tünün ehtimalən hamısı tüm anlamına gələ. Bunlar tümün haqqı üçün ya ilahi əmanda saxla kil Təhmasib şahi. Təhmasib şah zamanında bu kitab yazılıbdı. Biz də bunu bildik. Şeirin davamı var. 3 beytidə deyəcək. Nəsibi fəth ilə firuzi eylə. Nəsibi fəth eylə firuzi eylə. Nə kim dilxahi olsa ruzi eylə. Təni dini kimi daim dürüst et. Təni dini kimi daim dürüst et. Ədüvvi mülkünün tədbiri püst et. Püst bir dəriyə deyirlər. Yəni içi geçsin, dərisi qalsın. Bir də ki pəst anlamında, aşağı anlamında. Təni dini kimi daim dürüst et. Ədüvvi mülkünün tümün, üzr orada da üstə tüm oxuyacaqdıq. Orada ki dedim bir yerdə bunu oxuya bilmirdim. Dedim o Həsən iki cəhanın tümün müstəbası. İki cəhanın, əlbəttə burada o deyil. Bu iki cəhanın müstəbası bu deyil. Bir ayrı yerdə tümün. Bir altınca onundur, bu da o da deyil. Burada bir yerdə tümün idi. Hər halda o şey olacaq, tümün olacaqdı. Çünki burada yaxçı yazıbdı. Təni dini kimi daim dürüst et. Ədüvvi mülkü tümün tədbiri süst et. Süst ola bilər. Əlbəttə əşarəsində nöqtəsi vardı, püstü də görsənir. Bəli, süst indi mənim nəzərimə süstü düz gəldi. Birinin üstündə takim insucan var. Yerinin üstündə takim insucan var. Cəhandar ilə cil takim cəhan var. Cəhandar ilə çil eylə. Cəhandar eylə çil çi takim cəhan var. Tamam, burada qutarda geçir, şeirdən geçdik. 2 səfiyə yaxın şeirdir. Fəqirlərinin bəndəsi və dərvişlərinin əyağı toprağı Məhəmməd ibn Hüseyn el-Katib. Yazan kimdir? Yazar Məhəmməd ibn Hüseyn el-Katib. Ya'rifu benişati kim Şirazının şəhrində. Şiraz sözü dedik, Türkçə sözdür, Farsça deyil. Elə bunun Şiraz olmağının mənası bizə bunu göstərir ki, bura Türk torpağıdır. Hətta Hafiz də Gəlan Şirazi də به دست دارد دل ما را به خال هندویش بخشم سمرقند و بخارala. Əgər orada əksəriyyət Fars olsaydı, ya Farslar orada olsaydı, deyərdi ki, Gəlan Fars Şirazi به دست دارد دل ما را. Bunu deməkdə bunu istəyir ki, buranın əhalisi Türkdür. Fəqirlərinin bəndəsi və dərvişlərinin əyağı toprağı Məhəmməd ibn Hüseyn el-Katib ya'rifu benişati kim Şirazının şəhrində bir bucağında oturub tamam ovqati əcz-ü dərvişlik ilə Tanrının taati ilə ibadətinə, burada qazma dəyibdir, kitab cırılıbdır. Sonra Həzrət Şah Aləm Pənahın duasına kim? Yenə də bura cırılıbdır. Vacib və lazımdır, məşğul olur müminlərinin əmiri və müttəqilərinin imamı və Tanrı Həbibinin Həbibi Əsədullahil Qalib Əmirəl Müminin. Burada
indi bunu nə mənə oxuyaq? Əli olacaqdı, amma bunu da qızılla yazıblar. Yəni rəngi şeyini yazsa Əli oxunur, bəli. Amma təəssüflə bunu da qızıl rəngi ilə yazıblar. Kitabın əlbəttə dövrəsini də qızıl rəngi çəkiblər. Bu da gedibdi aradan. Amma oxumaq olar. Kitabı gərək beləsi çevirəsiz o yüzden nur düşə. Bunu rəngindən görürük. Amma aşağıda dördüncü rəngi də görürük. Qərə ilə yazıbdı, qırmızı ilə yazıbdı. Bu indi gördüyümüz qızılla yazıbdı və aşağıda abı ilə. Çox gözəl bir abı ilə yazmışmış ki, rəngi azalıbdı. Pəs bir də Tanrı Həbibinin Həbibi Əsədullahul Qalibil Əmirəl Müminin Ali ibn Əbi Talib salavatullah və salamuhu aleyhi və alihi Həzrət Məhəmmədə belə deməmişdi. Ha, diqqət buyurun, çox burada o Həzrət Əli şişir. Gedim, burada şəriət gəlir, burada da şəriət şiəçilikdə çoxalır da. Yəni demək olar ki, Qurandan çıxır gəlir, Həzrət Məhəmməddən çıxır gəlir Əlinin üstünə. Yəni bir inhiraf hasil olur. İstəyək, istəməyək. Mehvəri əsli İslam Həzrət Məhəmmədin və Qurandır. Yəni əslisi Qurandır, Həzrət Məhəmməddə deyil. İslamın əsli mehvəri Qurandır. Əgər bu şey ola olmaya. Bu mehvərin üstündə Həzrət Məhəmməd buna yapışıqdır. Yəni Qurana yapışıqdır. Bəli, əsli mehvər Qurandır, Həzrət Məhəmməd deyil. Həzrət Məhəmməd bu Qurana yapışıqdır. Yəni Həzrət Məhəmmədin etibarı Qurandan alınır, Allahdan alınır. Quranın etibarı Məhəmməddən alınmır. Məhəmmədin etibarı Qurandan alınır. Yəni Məhəmmədin etibarı Qurana bağlıdır. Çünki Məhəmməd etibarını deyir ki, mən Allah tərəfindən və bu sözləri Allah tərəfindən deyirəm. Rəsulullah da deyir, mən Allahın sözlərini sizə demirəm ki, dəqiqən. Mən Allahın tərəfindən sizinlə danışıram. Yəni o mənə bir şeylər deyibdir, ya mən hiss eləmişəm, mən onları sizə yetirməyə öz dilimlə deyirəm və sizə düşünən dilimlə deyirəm. Onun üçün Məhəmmədin etibarı Qurandır. Quran mehvərdir, əslidir. Həzrət Məhəmməd buna yapışıqdır, etibarı bundandır. Əgər biri bundan ayrıla, Əli, Həsən, Hüseyin, Ömər, Yezid, hər kəsə gedə, o İslamdan ayrılıbdır. İndi bu nə qədər o ayrılsa, nə qədər buradan bu Qurandan və Həzrət Məhəmməddən ki, yapışıqdır Qurana. Hədisləri demirəm, hədislər Həzrət Məhəmmədin deyil. %99 hədislər Həzrət Məhəmmədin deyil. Hədisləri mənafi üçün deyiblər. Mən də mümkündür sabahlar görürəm, mənfəətim budur. Deyəm ki, deyibdir, məsələn, Həzrət Məhəmməddən eşitdilər, filan kəs eşitdi. Bir dənə ad deyəm da, məsələn, Ömər ibni, İshaq ibni nəmənə dedi ki, əlbəttə tarixi də biraz biləm də, məsələn, biraz da tarix biləm, orada bir şey deyəm. Filan kitabda deyibdi, o da filan kitabda filan kəs nəql eləyibdi. O da filan kitabda, mən filan kitabda görmüşəm, indi o kitabların heç birisi yoxdur, məsələn. Hədisdir də, beləsi düzləyə bilərik, deyərik, bu da gedər qabağa, çox da yaxşı olar, yəni işimizi, mənafeyimizi aparırıq qabağa. Çox hədislərin %90'ı belədir. Onun üçün mən şəxsən o şey ki sünnət deyirlər, onu qəbul eləmirəm. Şəxsən. Çünki sünnət yoxdur. O sünnət dediğiniz adab-ı rüsum. O şey ki türkçədə gələnək, görənək, götürək, bunlar gələnək, rəsm rüsum deyirlər farsça, ərəbcə. Ona deyirlər sünnət. O da yerel bir şeydir. Yəni bu tayfadan o tayfaya değişə bilər. Zamanda değişə bilər. Əlbəttə çox uzun zamanda değişirlər, amma değişirlər. Hər halda burada görürük ki, Həzrət Məhəmmədə görə bir şey mən hələ buradan oxumadım. Əlbəttə adını gətirdi üstə. Məhəmməd Müstəfanın izzəti ilə, Əli Mürtəzanın isməti ilə. Həzrət Məhəmmədə ismət demədi, fəqət izzət dedi. O birislərə əlbəttə imamları hərəsində bir sifət verir. Aşağıda da Həzrət Əliyə yetişəndə deyir ki, möminlərin əmiri və müttəqilərinin imami və Tanrı Həbibinin Həbibi Əsədullahil Qalib Əmirəl Müminin görürsün nə sifət. Əli ibn Əbi Talib salavatullah və selamuhu aleyhi və alihi kəlamının hükmü ilə kim buyurubdur? Kim yəni ki buyurubdur? Zikrul awliyai yunazzilu er-rahmet ya yunzilur rahmet. İhtimalen beləsi oxuyaq gərək. Zikrul awliyai yunzilur rahmetə, yəni tərcümə. Tərcüməni
abı rənginə yazıbdır. Awliya zikri olsa hər xanədə, şeir kimi yazıb bunu. Awliya zikri olsa hər xanədə, Tanrının zəhməti iner anide. İner yener, gələr. İner anide. Yəni ora Allahın rəhməti iner. Amma burada biz kəlmədə görürük, Allah sözünü çox görmürük. Neçə dəlili ola bilər? Biri budur ki, deyirlər Allahın ismi şərifi çox önəmlidir. Əlizi napaç olsaz, qeyri-müsəlman olsaz, etiqadınız olmasa, təmiz olmasaz, əliz o ada sütməyin. Ona görə ola bilər deyə Tənri, bir də ki, türkluqdan ola bilər ki, deyə ki, mən türkəm, Allahın da adı türkçədə Tanrıdır. Onu işlədə bilər. Yəni, bunların hər ikisini görmək. Təzkirət-il Awliyanın kitabı mütaliə qılırdı. Yəni, yazan indi bunu deyir. Ol kitabıda təriqət ilə, burada nəsridir, nədir? Kitab oxumur, şahənşahi həqiqət ilə hidayət əhli, əhlinin pənahi, sultanul məşayix fil xafiqin ya xafiqin və əfzəlül müstəfin beynül məğribeyn vəl məşriqin sahibil ayat fil bidayet və nəhayət camiül əsrar fil irşad vəl irşadil caizi fil celal el-kemali bad el-kemali bad fi السهام الفایز fi kemal الجلال البافری به اوفر السهام orada da olacaqdır. Pəs bir də fi irşadil caizi fi kemalil fi celalil kemali ba به اوف السهام الفایزی فی کمال الجایری به اوفر یا به اوفر السهام کلامه برهان الحق والفاظة اللسان و الفاظه لسان الصدق او ارشاد ابیاسی کم ارشاد ابیاسی kim tərbiyəti cari budur. Burada yenə ki o qazma dəyib kitab çıxıbdır. Tağında urarlardı, yetişərlərdi. Və hidayəti, rayəti fərqidin bulduzlərinin bulduklarının, yəni bulduz, sizlər bulduzlərinin fərqinə çəkərlardı. Yenə burada qazma dəyibdir. Dəqiq bulati anun irfan dənizinə bitirirdi. Tərbiyəti sədəfində nəzdür. Əlbəttə burada pürdür. Sədəfində pürdür şahivar olurdu. Pürdür şahivar olurdu. Aşıqlarının bəraqi, buraqi. Buraq Həzrət Peyğəmbərin deyirlər meyraca getdiyi o imkandır, o vəsilə, alətdir, hər nədir. Larının buraqi nəli 7 əflakünün tacına lə'li bərraq qundurdi. İradət meydanında kərəm rəvanının səməndi dırnağı məlahət turi huri ilə rizvanının ruxsarə sayə durdi idi. Sapdurdi, ruxsarə sapdurdi. Visalinin süpi sadık nəfsili mə'əl hunun Allah'ının məşriqindən urarlar idi. Görürsünüz bu Azərbaycanda yazıldığı zamanda baxsaz görərsiniz ki bizim fars dili keçən 120-30 ildə
ki, yavaş-yavaş giribdi yazı sisteminə, oxunmaq sisteminə, dövlət sisteminə, görərsiniz ki, bizim dilimizin başına nə oyunlar gətiriblər. Məsələn, biz indi burada bəzi kəlmələri, ərəbcələrini demirəm, türkcələr bizim dilimizdə indi işlənmir. Bir beyt burada şeir yazıldı. Surəti, surəsi bir ayəti məni irdi. Surəti, surəsi, Qur'an surəsi. Surəti, surəsi pür ayəti məni irdi. İrdi məniyə yetişdi. Alnının pür pərtüvi pür nuri təcəlli irdi. Oqatinin saati ilə dəqaiqi Tanrının dəvəti izharı ilə sərf olurdu. Hər zəğəl nəqdülü kim gəzlərdə, bunlar mütəəssifanə cırılıbdır, toxta bilmirəm, nifaq üzərində idi, anın ixlası kargahində, kimyanın xilasəsi hər nəmənə oxunmur, təlqin ilə zikri xanindən rizeyi çinilik etdi, iki aləmin xassəsi oldu, yenə də cırıqdır, Əs-Səcələyn Sultanul Arifeyn və Burhanul Vasileyn şeir. Burada bir şeir yazıbdır, sonra da vəsətdə görüblər ki, bir beyti yaddan çıxıbdır, o beyti də iki beytilərin, misrələrin arasındakı boş yer vardı, orada yazıblar. Həmd-ü nə'tü məngəbətdən sonra ey mümin eşit. Həmd-ü nə'tü məngəbətdən sonra ey mümin eşit. Bu necə söz keylərəm izhar sidq eylən səfa. Bu necə söz eylərəm, bu necə söz ya neçə, bu neçə söz keylərəm izhar sidq eylən səfa. Dedi Peyğəmbər mənim ümmətlərim, aləmlərin var durur Yəqubunun oğladı kimi ənbiya, la nəbiyyü bə'di kər buyurmasaydı Müstəfa, nə olardı? Tanrını olurdu Nəbi, şəksiz olurdu Nəbi haqqi səfi ali səfiya. Tanrı feyzi qapısı xəlqinə çox açıq durur. Bəhrə alır qismətindən gər şisə geda əkməlül mükəmmilinə əfzəlül mühəqqiqinə məşhurul afaq. İndi burada bir şey de yazılıbdır, o da görüm kitabı yerə çevirəm, görəm ki onu oxuya bilirəm ya yox. Ehtimalən oxuya bilək, görək bunu gərək çox yekəldik ki biraz görsənsin. Andəlördür möcüz dəxi nübüvvət tanrıdır, mündə ilham-ı kəramat vilayətdir əda. Hər halda bu da şeir idi, biraz o yüz oxuduq. Nə oldu? Hara getdi? Çox yekəldik, bunu biraz kiçildik ki. Bunun qırağında da bir yazı görürük, amma qıraq yazıdır da, onu da feylən oxumuruq, qalsın. Əkməlül mütəkəllimin və əfzəlül mühəqqiqin məşhurul afaq Sultan Şeyx Səfi əl-millətü vəl-haqq və din ishaq ya da ancaq ola bilər. Əshəqə qəddəsallahu sirrəhul əzizinin sirəti. Tamam. Burada da yenə səfələr cırılıbdır. Bir çox səfə cırılandan sonra gedibdir ayrı bir şeylər yazacaqdır. Onlar yoxdur. Gedib səfə fəslləri yazır ki, ikinci fəsl. Yəni mütəəssifanə dedim, səfələr çox cırılıbdır. Kitabdan çox.
Həzrəti Şeyxin Qüddəsə Sirruh doğduğu çağı kəramatlarında. 3-cü fəsl viladətinin əhvalında. 4-cü fəsl Həzrəti Şeyxin tüfuliyyət çağının əhvali. 5-ci fəsl ol Həzrətün zırılıb gedibdir. 6-cı fəsl ol Həzrətinin beynindəki Həsri Şeyx Zahidinin xidmətinə. Həzrəti Şeyx nə olacaqdır? Cırılıbdır, geridə kamil bilinmir. 7-ci fəsl ol Həzrətinin Qəddəsə sirruhu kəramatlərində ki, Həzrəti Şeyx Zahidinin çağında Qüddəsə ruhə zuhurə gəlibdir. 8-ci fəsl ol Həzrətinin xəlifəliği və təbəttü və təlqin vermək Şeyx Zahidin icazəsi ilə. Şeyx Zahid həttəmən ustadıymış, oradan danışır. Görürsünüz ki, yəni beləsi. 9-cu fəsl ol Həzrətinin xirqəsi, şəcərəsi Həzrəti Peyğəmbərə dakin sallallahu aleyhim beləsi. 10-cu fəsl Şeyx Zahidin kəramatlərində 2 fəsl ilə. Əvvəl onu, yəni Şeyx Zahidi indi danışacaqdır. Əvvəlki fəsl Şeyx Zahidin hali müqəddəməsi. 2-ci fəsl Şeyx Zahidin kəramatında. 11-ci fəsl Həzrəti Peyğəmbər əleyhissalam ümmətləri Həzrəti Şeyx irşad eyləməyində. Həzrəti Şeyxə irşad eyləməyində. Burada kitab cırılıbdır, üstünə də bir çəsb yapışdırıblar deyək. Bab, nə mənə bab buradan başlanır. Ehtimalən 1-ci bab buradan olacaqdır. Həzrəti Şeyxin Qüddəsə Sirruh kəramatlərində kim xəlayiqün, burada yenə cırılıbdır. Dur 2 fəsl ilə, fəsl əvvəl ol kəramatlar kim denizlər içində vaqe olubdur. Dənizlər içində vaqe olubdur. 2-ci fəsl ehtimalən xəlayiqi dağlarda və yabanlarda qurtarmağında mükərrər vaqe olubdur. Buradan bizə başlayır onları yazmağa. Əlbəttə, buradan şey də gəlir. Ehtimalən yenə Yenə burada başlayır bir ayrı əvvəlki fəsl Şeyx Səfiyyəddinin Qüddəsə Sirruh lütfündə. Ehtimalən bu səfə tərsə qoyublar. Yəni baş tapıram, burada səfə cırılıbdır. Deyə bilir ki, burada səfə cırılıbdır. Bu səfədən əks salıblar. Bu səfədəki var imiş, o da qalıbdır. İndi təzaşdan qeydiblər. Bu səfədən yenə əks salıblar. Hər ikisi əlbəttə yox, fərqlidir. Yəni çox fərqli bir vəziyyətdə bunu görürük. Hər halda kitab cırılıbdır, səfələr də yerlərinin oynaşıblar. Yox, çox fərqlidir. Ehtimalən davamıdır. Burada deyir 3 fəsl, yəni kəramatlar lütfi ilə qəhrinin üzərində zahir olubdur. 3 fəsl ilə. 3 fəsl fəqət kəramatın haqqında danışacaqdır. Okey, tamam, davamıdır. Əvvəlki fəsl Həzrət Şeyx Səfiyyəddinin Qəddəsə Sirruh lütfündə. 2-ci fəsl ol Həzrətinin Qüddəsə Sirruh qəhrində. 3-cü fəsl ol kəramatlərdə kim dağlarda qar ilə də filan bura yenə cırılıbdır ilə müxafif qorxu və rətatibində zahir olubdur. 4-cü bab burada yazır, yəni 4-cü bab mən görürəm, amma Şeyx Həzrəti Şeyxin Qüddəsə Sirruh kələmatı ilə təhqiqatında 6 fəsl ilə mürəttəbdir. Yəni bunu da sözlərin 6 fəslidə yazacaqdır. Tamam, bunlardan geçək. Davam edir. Məsələn, 8-ci fəslidə davam edir ki, nələr yazır. Fehris kimi bir şeydir bunlar. Əvvəlki fəsli buradan başlanır. Bu səhifədən başlanır. Amma bunlardan geçək. Mən buradan geçim, görüm eləyə bilsəm, əgər icazə versə bu kitab. Bir gedim, məsələn, fikirəm ki, indi 1 saata yaxındır.
1 saat dəqiqən. Burada şey edirik. Mən gedim onun məsələn kitabdan 20-ci səhifəyə bir baxım. Tamam. Görək ki 20-ci səhifədə nələr haqqında yazılmış var və oxuya bilirik, ya oxuya bilmirik. Buranın xətti biraz oradan yaxçı görsənir. Çünki kitab burada o köhnəlik, o xəsarət ki, orada görüb suyla, yazı çox əl təri, su filancaq tökülübdür və köhnəlibdir, əpriyibdir, dağılıbdır, gedibdir. Onlardan yaxçı qaldığı üçün bura daha yaxçı oxunur. Xoş durur döfuyu taət çün vərələn yar ədələ. Gecə gündüz ovqatın ciddü cəhd ilə riyazət çəkməkdə idi. O liğayətə dakin, ol qayətə dəkin kim hər bidi gündə, hər 7 gündə 7 yazmayıb, təşdidlə yazmayıb, 7. Hər 7 gündə bir qatilə ürçən açar idi. Bir qatilə ürçən açardı. Nə deməkdir bilmirəm. Ürçün nə demək? Qatilə ürçün açardı. Bir qatlə ya pür qatlə. Hər 7 gündə pür qatlə ürvəçin açar idi. Hikayət. Ruhullah ruhə dedi. Bir yigit yaş ilə Həzrəti Şeyxədən keçi Həzrəti Şeyxə musahib oldu. Yenə burada cırılıbdır. İttilar və ittifaq ilə riyazətlər çəkərdilər və ol yigidinin tələbi gözlər cırılıbdır. Təala bilə yaratmış idi. Kim ağlamaqdan gözlərindən yaşlar arxlar kimi axar idi. Və yaşı tünün axırları cərahət olmuş idi. Beyt. Bu saru bənzərümdə gülgün yaşlar gönlümünün əhvalini izhar edər. İttifaq ilə belə vaqe oldu ki, yeməkdən nəstələri qalmamış idi. Ehtimalən nəsnələri qalmamış idi. Beləsi oxuna bilər. Yeməkdən nəstələri nətələri bilmirəm. Nəstələri qalmamış idi və bu qatılıq 14 gün çəkdi. Sonra taqətsiz oldular. Ol halətdə gördülər ki, oturduğu evdə divar yarıldı və bir kişi çıxdı. Bir əlində bir şəm və bir əlində neçə əkmək. Əkmək sözü Türkiyədə o zaman, Osmanlıda o zaman ətmək deyə yazılır. Azərbaycanda əkmək deyə yazılır. Əkmək sözü biz buğdanı əkirik, oradan gəlir. Arpanı, hər şeyi əkirik da, oradan gəlir. Əkmək, yəni əkmişik. Bir də əməkdən gəlir, zəhmətdən. Zəhmət çəkdiyimiz əkmək, yəni çörək ki, zəhmət çəkmişik. Ehtimalən bu anlamdadır. Amma o zaman işlənirmiş Azərbaycanda əkmək sözü. Bəli, indi çörək deyə sadəcə çörək. Əlbəttə adları da çox fərqlidir. Çörək deyəndə tamam o şeylər ki, buğda ilə bişirilir, çörək haləti var, ona deyirik çörək. Amma bunların hərəsində özünün bir adı var. Əkmək ilə, pəs bir əlində bir şəm və bir əlində neçə əkmək ilə bir parə şirini hazır edib. Həzrət Şeyxin önündə qoydu əlbəttə. Qoydu, burada 2 nöqtə altındadır. İkisi dahi anlar ilə orucların açdılar. İzin andan sonra, ehtimalən andan sonra ol əkməci
gətirən kişi Həzrəti Şeyx ilə müsahib oldu və cırıqdır burası və edilar. Hikayət. Ruhullah ruhə Şeyx Sədr-i-Din buyurdu. Ruhullah ruhi Şeyx Sədr-i-Din buyurdu. Burada geçibdi gene. Sonra Tanrı'nın awliyaları gizli gəlirlərdi və Həzrəti Şeyx ilə söhbətlər eylərdilər və hər birisi bir bişə ilə bir kəsbə məşğul idilər. Bir pişə yazılıb yəni əslində bir pişə ilə peşə deyil, peşədir. Peşə işdir. Çünki gedib farsıya pişə olubdur. Bir peşə ilə bir kəsbə məşğul idilər. Birisi bəqqal və birisi əkməkçi və birisi təbbaq və qeyruhum və awliyayı təhti qəbasi la ya'rifuhum qeyrünün qəbayı altında gizli idilər və məhrəmlərinin gözlərində və məhrəmlərinin gözlərinə zahir. Beyt burada yazıbdır. Can kimidirlər nəhanu həm əyan, yarə zahirlik əğyarə nəhan. Həzrəti Şeyx Qüddəsə Sürruh Oqatının çoxu Həzrəti Süleyman Peyğəmbərin anası məscidində kim Şirazın beynül cünubi vəl məşriq vəl vaqi olubdur vardır və Ərdəbilli Şeyx Əbi Zər'ənin, bu da bir ayrı şeyxidir, Əbi Zər'ənin məzarında hər gecə taət ilə ibadətə məşğul olub ovqat geçirirdi. Amma ol vaxtidə belə məşhur olmuş idi kim əgər bir kimsə Şeyx Əbi Zər'ənin məzarında bir gecə akşam namazı çağından səbhədəkin bir ləhzə iqamətlərdi danləsi və anləsi ani olmuş göstərəndə düşmüş o görərləriydi. İndi burada bəlli olan orada bir Ərdəbildə bir böyük şeyx var imiş ki, tanınmır. Və bu böyük şeyxin adı da nə oldu? Əbi Zər'ə. Ərdəbilli Şeyx Əbi Zər'ənin məzarı. Tamam. Buradan da bir səhifə oxuduq. Gedək bir 50-ci səhifəyə baxaq. Şuraq ki 50-ci səhifədən icazə vermiş. Bu da biz gedək buradan. Gedək 50. Tamam, getdik. Gedək 50. Tamam. 50-ci səhifədən biraz oxuyaq. Şuraq ki nə var? 30 talib gəlib işlərlərdi. Və bir sığır ol otur 30 işçi taliblər üçün boğazlamaq yəni kəsilərdi. Boğazlanıb yemək ilarları bir qatlə iş çağı bir sığırı boğazlardılar və həm günün yarağını gördülər. Kim dancılə işçi. Mən bu dancı orada da gördüm. Orada vav oxudum, amma indi görürəm ki, dancı yazılır. Dancı, bilirsiniz, bizdə pay deməkdir. Dancı bizdə pay deməkdir. Getibdir, məsələn, 6 danc, 3 danc, nə bu cürsi də deyirlər. Yəni, 6 danc. Ki, zahirən 6 dancı deyəndə yenə bir şeyin hamısı. Amma 2 dancı, 1 dancı, yarım dancı, bunlar da yəni ondan bir hissələr. Kim danc işçilər gəlirlər, ya işçilər ehtimalən olacaqdır, gəlirlər yastı namazının çağında. Yastı yatmaq. Yastı. Görürüz, buradan
yatmaq namazı deyir. Yastı namazının çağında çağ görürsünüz burada vaxt anlamında işlənir. Biz bunu hələ fiilən işlədə bilmirik. Bununla belə ki, yəni mən özümü deyirəm. Yastı namazının çağında Həzrəti Şeyx Zahid Qüddəsə ruhu taliblər cırılıqdır burada kitab məşğul idi. Həzrəti Şeyx Səfiyyəddin Qüddəsə sirruh beli olub indi böyle olub yalğız ol genə cırıqdır. Üstə varıb işinin sabani üçün işləməyə dururdu. Bir saatdən sonra tün baxdı 30 kişinin işin işləmiş idi. Tün Həzrəti Şeyxin qulluğuna qayıtdı. Şeyx Zahid Qüddəsə ruhuhum ol kələmatıda idi. Ol kələmatıda idi. Beli əlindən, bel, üstə də bel alacaqmış. Qüddəsə beli alıb, bel, kürək bel. Beli əlindən bıraxdı. Belinin düşdüyü avazı Şeyx Zahidinin qulağına yetdi. Buyurdu, Səfi işi tamam eylədin, dedi. Bəli, Şeyx tamam eylədi. Dangiləsi, həman dangiləsi, tün işçilər iş üstünə vardılar, işlər tamam olmuş gördülər. Bəs sığırın əti ilə yaraqı bişirib talibləri də verdilər. Burada da yenə yetişdik kitabın cırıqlığına. Təəssüflə bu kitabı qazma ilə vurublar, cırıblar. Gedək 80-ci, gəldik 86-cı səhifəyə, görək ki, burada nə var. Bunlarda o cırıq ki, külü ilə vurublar, qazma ilə vurublar bu kitaba iki yerdən. Mən qazma deyirəm, amma vaqəən qazma nəzərimə gəlir. Ayrı bir şey ola bilməz ki, bu qalinlikdə kitabı dəlmiş ola. Görək ki, burada indi nə deyir? Biraz qəşəng görürsəniz bu səhifələr hər halda. Hikayət. Esfərincan Lü Piri Yusif rivayət eylər Şeyx Səfiyyəddin Qüddəsə sürrəhdən ki, bir gün bir kişi gəldi və 3 əlmə tərk ilən mənim üçün gətirdi. Təbərrük olacaqdı, ehtimal verirəm. Bir gün bir kişi gəldi və 3 əlmə təbərrük ilən mənim üçün gətirdi. Xatirimdə belə keçdi kim? Bu almaları Şeyx Zahidin Qüddəsə sirruh xidmətinə cırıqdı. Kim bu fikri qıldım. Almaları oturduğum yerdə qoydum və təharət, məsələn, almağa çıxdım. Orada cırılıbdı, ona amma mən almaq görürəm. Oxuya bilirəm, yəni zənn edirəm. Çıxdım. Cün qayıtdım, ol alma gətirən almalarının qabuqlarını götürmüş gördüm. Ol alma gətirən almalarının qabuqlarını götürmüş gördüm. Dedim, bunun qabuqlarını almaq gərək idi. Zira ki, mən burada nə mənə eyləmişəm? Niyyət eyləmiş idim ki, Şeyx Zahid Qüddəsə ruhi üçün aparım ol kişi. Dedi, sən bunları ye ki, mən mununun əvəzi 3 ki, mən munu yazıbdır, bunun yəni. Mən mununun əvəzi 3 batman 3 bətmən yaxşı almalar gətirəyim. Ta şeyxinin xidmətinə aparasın. Saatdə varıb dediyin gətirdi. Saatdə yenə həmin ləhzə, yəni getdi gətirdi. Saatdə varıb dediyin gətirdi.
Görürsünüz, saat sözü o zaman varmış. Yəni, mümkün ki, qol saatı, divar saatı yox imiş. Amma saat sözü işlənirmiş. İndi bu nə cür bir saatdan söhbət gedə bilər o zaman da onu sormaq gərəkir. Saatdə varıb dedi gün gətirdi. Mən onları alıb şeyxin həzrətinə apardım. Həzrətinə apardım. Burada bir dənə mı görürəm, amma ola bilər ki, həzrətinə aparıb önünə qoydum, ögünə qoydum, önünə qoydum. Şeyx Zahid Qəddəsə ruhu təbəssüm qılıb dedi: Səfiyyəddin, əmanət belə saxlamaq gərək. O nəstə ki, nəstə yazıbdır, ehtimalən nəsnə kimi olacaqdır. Amma nəstə yazıbdır. O nəstə ki, niyyət eyləmişdün, həm ilə qabuğu sırmayünə gətirmək gərək idin. Nə mənə? Həm eylə qabuqsuz məyumə gətirmək gərək idin. Beyt. Burada yenə də qazma düşən yerdir, amma görüm ki, hər nə kim nəzr eylədin, yetirmək gərək. Vəsətdə düşmüşdü, oranda oxumadım. Hər nə ki nəzr eylə yetirmək gərək, kim dedi ki, xatirindən anı itirmək gərək. Hikayət. Tamam, buranı da oxuduq, gedək 100-cü səhifəyə də bir baxaq, 102-yə gəldik, neyniyək? Və çahartaqın bacalarında oturub səhraya ol qədər kim göz görə bilirdi, baxırdın. Adəm ilə canavarlar və gələn gedən hər nəstə kim görürdün, İbrahimdən kim çahartaqın altında bağçada oturmuş idi, sorurdun. Tamam söyləyib nişanların verir idi. Burada cırılıbdır, ora cırılıbdır. Dəxi ana kəşf oldu. Eylə kim Həzrəti Şeyxin bir neçə gün ayağının ehtimalən hər nədir, barmağı ağır idi. Hər nəmdə ağrır idi. Və ol barmağı bir əski ilə parça ilə, əski deyirik parçaya, bir parçadır, hər halda parçadır da, yəni bilmirəm, bəlkə bu cür məsələn, paltar köhnələndə onu cırırdılar, uşaqların indiki pamperzi deyirlər, nə bilim, nə deyirlər, lastiklilər uşağı bir hazır. Onun əvəzinə o parçaları uşağın dişlərin arasına qoyurdular ki, islansın ya filan olsun, onu aparıb yuyurdular. Ona adına əski deyirdilər, köhnəlmiş yəni. Köhnəlmiş parçanı ki, uşağa işlədirdilər, ya ayrı bir şey işlədirdilər, ona əski deyirdilər. Hər nəyə işlətsəydilər, köhnəlmiş bir şeyə əski deyirdilər. Amma parça, əskini məsələn, köhnəlmiş ayrı bir şey işlətmirdilər. Sadəcə parçaya işlədirdilər, Qərədağda, bizim kətlərdə. Burada da onu deyir ki, barmağı bir əski ilə bağlar idi. Bir gün ceniların bir dişisi, yəni xanım tayfası, cinniların bir dişisi ol əskini tərk üçün götürüb təbərrük üçün. Ol əskini, iski yazıb əlbəttə, ol iskini, hər yerdə iski görürəm, iskini təbərrük üçün götürüb aparmış idi. Kim bir cinni, halbuki yenə burada cırıqlardan qalır, nanun bir quluncu var idi. Ol quluncunun birinə qoydu, yerinə qoydu. Şeyxinin bir kişdən dərhal quluncu sağıldı, sapğıldı. Ehtimalən sağıldı olacaqdı. O üç nöqtə oxunmayacaq. Çox yerdə bu üç nöqtəni qoyublar. Mən də onda bəzən qalıram. Şeyxin
bir kişidən dərhal ya bərkişdən dərhal quluncu sağıldı. Pəs şeyxinin barmağı üçün həm iski istərdilar. İbrahim anda hazır idi. Dedi, ya şeyx, bir cinni bu iski bir dəva üçün aparmış idi və budur mən aldım, gətirdim. Şeyx Qəddəsə sirruh muni görüncə xoş hal olub bu mərtəbəni ana ənam eyləyib artırdı. Beyt. Ol qədri himmət gərəkdir kişiyə kindirməsin. İki günə başdı ya kim bitə öz məqsudinə. Yetə öz məqsudinə. 2 gün başdı. Başdı fikri məsələn Subhanə kimi bir şeydir, amma burada nə mənaya gəlibdir bilmirəm. 2 günə başdı ya kim yetə öz məqsudinə. Kitabın burada o cırıqları azalıbdır, amma yeri qalır. Çün bir neçə müddət geçdi, o hər nə mən idi orada oxumadım. Anın kəşf ilə hali ucaldı və batin kəşfi daxi zahir oldu. O qayətə dakin kim kökünün qat-qat mülkləri ilə burcuları nişan verir idi və hər nəsnə kim xəlayiqinin xatırlarında keçər idi, xamusin bilir idi. Hamısın bilirdi. Burada xı düşübdə ehtimal verirəm ki, nöqtədir də, qoyublar gözəlliklə. Hamısın bilir idi və taliblər bunları görüb neçələr inanır idilər. Tamam. Gedək kitabın son səhifəsinə görək ki, hər halda kitab axiri yoxdur da, yəni cırılıb gedibdir. Amma görək ki, burada bir nələr var. Son səhifədən olan şeyi oxuruq. Bir şeir var burada, oradan başlayır. Çünki bu vadidə canın qədri yoxdur, dərrəcə ya zərrəcə. Çünki bu vadidə canın qədri yoxdur, zərrəcə, dünyanın malumətai dəyməz olur tərəcə. Dünyanın malumətai dəyməz olur tərəcə. Dönarada kim heyran qalıb, getdiyi yolu bilməz olurdu. Şeyx ana görüküb yolu göstərirdi. Ta olacaq kim, olacaq yəni oracan ki, ta olacaq kim sürxəyə yetdi. Orada Şeyx Əlaüddövlənin bir xəlifəsi gördü. Sordu kim? Naraya gedərsən, naraya haraya? Naraya nərəyə? Nərəyə? Naraya gedərsən, nərəyə gedərsən? Naraya. Na sözü gedib farscaya işlənibdir. Naraya, yəni haraya? Naraya gedərsən dedi. Diyu divarlarımdan necəsi itüb ehtimalən dəvələrimdən bəli. Dedi dəvəlarımdan mesela divə yazılıbdır, divəlar. Divəlarımdan, həman dəvələrimdən ehtimalən neçəsi itübdür. Ardi sərə gəzərəm. Bunları kim tapam? Ol xəlifə bir ağ cəbhə var idən, bir ağ cəbhə var pədən, bir ağ həbbə olacaq ehtimalə. Bir ağ həbbə və arpədən 2 çörək ana verdi.
bir ağ həbbə və arpadan 2 çörək ana verdi. Əminüddin oradan Sultaniyeyə vardı və 9 gündə bir çörək nöqtə cırılıbdı, yemiş idi və yarım çörək məzə qalmış idi, ya təzə qalmış idi, ola bilər belə olsun. Qalmış idi. Anda Pərə Əhməd Biqalunun, bu nə mənə olacaqdı? Zaviyəsində qondu. Burada Pərə Əhməd Penqalunun ya Biqalunun belə adı beləsi olacaq. Pərə Əhməd Biqalunun zaviyəsində qondu və heç kimsə ilə söyləşmədi. Heç kimsə ilə söyləşmədi və 3 gündə mütləqa yemək yemədi. Nə qədər kim süfrə gətirdilər, mültəfit olmadı. Yerə Pürə Bədrəddin. Ehtimalən pir olacaqdı. Məsələn, pirə yazıbdı. Pirə Bədrəddin, ehtimalən mən ki bunu pirə oxudum, elə pirə olacaqdı. Pirə Əhməd. Pirə Bədrəddin dedi ki, Həzrət Şeyx Qüddəsə Sirruh düşdə gördüm. Düşdə xiyalımda, yuxuda. Düşdə gördüm kim buyurdu, Bədrəddin bu zaviyənin yeməkləri onun qursağına layiq deyildir. Yaxşı vardı kim yemədi. Bəs mən onu evimə aparıb özgə yemək onun üçün gətirdim və fil cümlə yeməyə məşğul oldu. Sonra oturub başına keçilmiş hekayətləri əvvəldən axirədək mənlə söylədi. Mən daxi onun ilə varmağa yola düşdüm. Həman buradan sonra kitab qutarır və təəssüflə biz kitabın əvvəlin, sonun, ortasını deməyək, əvvəldə bir neçə səfəsin baş tapmadıq, necə olur, necə olmur. Amma bu kitab çox bir gözəl xət. Bundan beləsi çox köhnəlibdir, əpriyibdir, dağılıbdır, çürüyübdür. Kitab əvvəlləri, axirləri ehtimalən. Kitabın yarısı mən fikirəm burada olacaqdır. Yəni, əlbəttə bunu nə cür tapmaq olar? Bunu beləsi tapmaq olar. Çünki bunu biraz kiçilsək. Bunlar hər halda fəsl deyə gəlibdir da. Mən bunu indi dalıya qeyidsəm, görsəm ki, bunu bir yerdə harda hangi şeydən gəlibdir, adam bilər ki, hardan sonra bunun bəzi kəlmələri görürük qırmızı və abı yazıbdır. Ona görə eləyə bilirik ki, təşxis verək bu şeydir. Amma umaram ki, bu fəslləri tapaq. Qeytərirəm yavaş-yavaş dalıya, görürüm ki, bu hangi fəslin məsələn ortalarında qutarıbdır bu kitabı. Onu da buradan tapmaq olar. %76-yacan gəlmişik, hələ feylən buradan fəslə gəlməmişik. Yəni zahirən bu kitab çox böyük bir kitab olacaq. Çünki buracancı gəlmişik, bu əgər yoxdur, indi 68-ə yenmişik. Yəni bu kitab bəlkə 1000 səhifədən çox olacaq. Beləşi görünür yəni. Çünki burada fəqət, orada da ki, axirdə oxuduq, orada da şeyxin hələ şeylərin deyirdi. Kəramat-ı şeyxidən söz elirdi da. Bu kəramatdan danışanda hələ birinci gəlib indi burada 10-cu fəsl olacaq fikirləyirəm. Əgər bu 10-cu olsa, bəli, 10-cu fəsl. Neçə kəramatlərinin əhvali Həzrət-i Şeyx Zahidin Qüddəsə Sirruh və bu fəsl 2 növüdür. Əvvəlki fəsl Şeyx Zahidin hali müqəddəməsi, onun adı
Şeyx Taceddin İbrahim ibn Şeyx Əmir ibn Şeyx Babil ibn Şeyx Pendarül Kürdi Səncabidir rəhmətullah əleyhim və 7 dədəyə dəkin şeyx oğlu şeyxlardırlar. Tamam. Birinci fəsli buradan başlanacaqdır. Bu Şeyx Zahidə görədir. Biz burada əvvəldə Şeyx Zahidin o fəsilləri oxuyanda Şeyx Zahidin fəsillərə gəlsək, o Şeyx Zahidə görə burada bir şey oxumuşduq. 4-cü bab 3-cü fəsl 3-cü fəsl Şeyx Zahidə görə burada bir şeylər gördüm mən, yadıma gəlir, amma 2-ci fəsl əvvəlki, buradan kitab başlanır, yəni əvvəlinci fəsl və burada bir yerdə mən gördüm ki, onu Şeyx Zahid haqqında istirdi, 2 fəslidə danışacaqdır. Yəni bunlara baxsaq, bunların üzü ilə tapa bilirik ki, kitabın nə qədəri cırılıb da aradan gedibdir. Şeyx Zahidin, bəli, 10-cu fəslidə Şeyx Zahidi danışır. Burada görürük indi. 10-cu fəsl Şeyx Zahidin kəramatlərində 2 fəsl ilə. O fəslləri əvvəlki fəsl Şeyx Zahidin hal-i müqəddəməsi, 2-ci fəsl Şeyx Zahidin kəramatı. Biz onun kəramətini oxurduq. 11-ci fəslə hələ yetişməyibdi. Yəni 11-ci fəsl buradan başlayır. Həzrəti Peyğəmbər əleyhissalam ümmətləri Həzrəti Şeyxi irşad eləmək ki, bura qalır. Ondan sonra yenə buradan gedir, başlayır bir ayrı bir şeylər ki, indi bu nə olacaq, nə olmayacaqdır. Kitab çox yarımçılıq qalıbdır. Bilmirəm nə qədər yarımçılıq qalıbdır, amma o şey ki, görünür, kitab yarımçılıq qalıbdır. Əvvəli və sonu yarımçılıq qalıbdır. Hər halda bu günləri türklərin yaratdığı bir ayrı bir şeylə tanış olduq. Əvvəl türk dili uyğarlığı ilə, ikinci türk yazısı uyğarlığı ilə, üçüncüsü türk insanı düşüncəsi və anlayışı, irfan anlayışlı, bir o düşüncədir, bir o yaşam tərzidir. Amma türk insanının, özəlliklə əgər desək, Azərbaycan türkü insanının yaşam və düşüncə sahəsi ilə bir növ düşüncə. Əlbəttə, Azərbaycan bir insanının, beləsi desək, yaşam və düşüncə tərzi ilə tanış olduq. Az, yəni kitabı ilə tanış olduq. Özüncə oxumadıq kitabı, başdan başa oxusaydıq, deyərdik ki, tanış olduq, amma oxumadıq. Heyf ki, bu cür bir önəmli kitabları biz oxumamışıq, görək ki, bu tərzi, baxın, bu tərzi bir kitabda əvvələn siyasətdən danışacaq, çünki Təhmasib haqqında yazılır. Kitab əslində Təhmasib haqqındadır və onun dədələri haqqında və onun ustadları haqqında. Əslində bu kitabın sonucu siyasət və hökumətdir. Amma o düşüncə bir dənə xas, özəl bir düşüncə ilə gəlir bu hökumətə çatır və bu hökuməti saxlır. Və dedi ki, 50 neçə ildə, 54 ildə şahlıq edir. Yəni bizə deyiblər ki, İran tarixin ən böyük tarix şahı Nasiruddin Şahdır, mən belə bilirdim, amma burada görürük ki, yox. Birinci Təhmasib, Şah İsmailin oğlu 54 il şahlıq edibdi. Və bu kitab onun dövründə yazılıbdır. Heyf olsun ki, dəqiq buna kitabın əvvəli və axiri olmadığı üçün dəqiq bunun tarixini çıxada bilmirik ki, hangi tarixdə bu kitab yazılmış olubdur. Amma indi hətta adı da bəlli olmur. Burada da bir şey götürüblər, özlərindən yazıblar ki, mən görə bilmədim onu. Yazıblar ki, Səffətül Səfa Şeyx Səfiyyəddin Səffətül Səfa. Yəni kitabın adı belə yazılıbdır. İndi mən də bunu yazım. Ad Səffətül Səfa Şeyx
Səfiyyəddin Ərdəbilli. Ərdəbilli Təbriz Milli Kitabxana. Ehtimalən harda saxlanır? Yer Təbriz Milli Bitiş Evi. Bitiş Evi yəni kitabxana da. Burada saxlanır. Çox gözəl bir cəlib kitabla tanış olduq. Bu Təbriz Milli Kitabxanasında təəssüflə adını çevirdilər, elədilər Kitabxana Mərkəzi Təbriz deyə farsca və milli sözündə götürdülər. Buna görə ki, onda bəlli olar ki, Azərbaycan özü bir dövlət imiş müstəqil. İranın hətta Qacar dövründə və ondan Nadir dövründə, ondan öncə Səfəvi dövründə özü bir müstəqil dövlət imiş, dövlət içində. Və Azərbaycan dövləti çox böyük bir dövlət imiş, amma o böyüklüyünə baxmayaraq Osmanlı dövlətinin bir tabiəsidir, bir vilayətidir. Belə görünür. Buna da çoxlu dəlillər var. O cümlədən bu ki, ordusu yoxdur. Hətta görürük ki, məsələn, bizim dostlarımız bunu deyirlər ki, Şah İsmail nə bilim, filanlarla, bəhmanlarla gəldi, Şah Abbas üzrə gəldi, qızılbaşları sildi. Aradan, yəni ordunu aradan apardı, Gürcülərdən, filanlardan, ermənilərdən bir ordu düzəltdi. Belə deyə bir tarix bizə yaradıblar. Məncə bu yalandır. O zaman ki, təslim oldu, qutardı, sülhün müqavilələrindən biri budur ki, bunun ordusu olmaması. Ordusunu aradan götürür və bu ordunun da adamların, yəni ellər, obalar, heç buna vardı, hərəsin bir yerə göndərir, uzaq yerlərə. Dağılsınlar, bir yerdə qalmasına, amma eyni halda elə Osmanlı dövlətinin və Azərbaycan dövlətinin mərzilərdə, sərhədlərdə həm qorucusu, həm də öncül gücləri olsun. Və o gündən də bu günəcən, yəni 100 il bundan öncəyəcən, Qacar dövləti olsun, filan olsun, bunların heç birisinin ordusu yoxdur. Nadir bir məqtədə deyirlər ki, ordu sahibidir, amma mən onun haqqında bir məlumatım yoxdur. Ola bilər olsun, yəni bəzən Osmanlının qarşısına türklər özləri bir yerdə bir xan güclənəndə İstirdi Osmanlı ilə savaşa, Osmanlını yıxa, özü ola. Yəni bu da belə bir şeydir. Yəni tək Osmanlı Azərbaycanla savaşmayıb. Bunu bilaq. Osmanlıya qarşı və Osmanlı o birislərə qarşı, güclərə qarşı, məsələn, indi bu dizilərdə də ki, Türkiyədə oynanır, görürük. Məsələn, Osmanlı qərə qoyunlara qarşı, ağ qoyunlara qarşı, o birisi türklərə qarşı savaşır, yəni. Qaramanlara qarşı, çoxlu şeylərə qarşı savaşır. Çünki rəqabət, güc rəqabətidir. Və bu təbiidir. İnsanın təəssüflə istəyək, istəməyək, insanın içində var. Bizim toplumda da daha çoxdur. Yəni, Türk toplumunda güc savaşı çox gedibdir. Və biz düşmənlər də bundan faydalanıblar, bizi tikə-tikə eləyiblər ki, yəni bu keçən 250 ildə gücümüzü küllən itirmişik, siyasi olaraq, hətta düşüncə olaraq. Dilimizi belə itirmişik. Dostların biri çox gözəl bir şey yazıbdır. Yazıbdır ki, İnsaf Əli, sən kimlə pul alırsan, kimə bağlısan, əmir alırsan ki, bu qədər Atatürkün əleyhinə xüsusən danışırsan. Mən Atatürkün əleyhinə əlbəttə ki, danışmaq haqqımdır. Yəni, mən düşüncələrimi heç kəsdən icazə almayacağım ki, sən icazə ver, mən düşüncəmi deyim. Mən Atatürk'ə görə nəzərim bəllidir. Birazını demişəm, birazını deməmişəm. Amma Türkiyənin öz içində insanlar Atatürk'ün diri olduğu zamandan bu günə qədər. Mən pənahəndəlik dövründə, iltica dövründə Yozgatda qalırdım. Yozgatda əslən demək olar ki, Yozgat Atatürk zidli bir vilayətdir. Yozgat Atatürk'ə tabi olmayıb əslində.
Çoxlu da ölü veriblər, çoxlu da zəhmətə dözüblər, çoxlu da çətinliyə dözüblər. Çünki Atatürk buranı əslində gəlibdi, deyək ki, bu günlərlə mühasirə iqtisadi eləyibdi məsələn. Ən azından budur. Gecə yatmışıq, səhər deyiblər ki, hər kəs əlifba dili, əlifba ərəb əlifbası ilə ya türk əlifbası ilə yazılan kitablar oxusa, məsələn, mücazat olacaqdı, edam olacaqdı. Gərək hamı latin oxuya. Bir gecədə bu kitabları oxumaq qadağan, bir kitabları da ki, başarmırsan oxumağa, onu gərək başlayasan, bu cür yazasan. Yəni, Tazaşdan biz elə bir ki, türklər taza doğulublar. Tazaşdan Atatürk görünəcən, nə mənə tarixdə biz siyasət, hüquq, iqtisad, ekonomi, ixtiraat, iktişafat, hər nə mənə ki yaratmışdıq insanlığımız, insanlıq tarixində, onların hamısını qoydu bir tərəfə. Biz qeydlik olduq, adam ki bu günləri köhüldən çıxıb eşiyə düşdük o günə. Xəttimiz yox, yazımız yox, dilimiz yox, kitabımız yox, təcrübəmiz yox, siyasətimiz yox, ordumuz yox, heç zadımız yox. Onun üçün işğal olduq. Ən mühüm işğal, torpaq işğalından çox mühüm, önəmli beynin işğal olmasıdır. Beyin də əlifba ilə, dil ilə işğal olar. Türkiyədə bir dənə əcib aşiqlik vardı. Əcib millətin içində Avropa, Amerika maraqlığı var. Niyə? Çünki beyin işğal olubdur. Özünün keçəcəyindən xəbəri yoxdur. Onun üçün baxır görür ki, tamam, mənim keçəcəyimdə bir şeyim yoxdur. Mən köksüz, tarixsiz, dilsiz, əlil bir insanam. Avropalıların, Amerikalıların əlində güc, sirvət, pul, ordu, kitab, yazı filan. Mən də onlardan alıram hər şeyi. Belə deyə düşünür. Təbii ki, bu adam getdikcə Amerika casusu olacaqdı, Avropa casusu olacaqdı, bunlara xidmət eləyəcəkdi, onları üstün görəcəkdi. Təbii ki, bu belə gedəcəkdi. Hər halda təəssüflə bizlər bu işləri görüblər. Yəni, bu kitabları bizim dədələrimiz yazmışmışlar bizim üçün. Biz bunları əldən vermişik. Bunlardan xəbərimiz olmadığı üçün özümüzü aşağı görürük. Mən uşaqlığımda nə cür isə çox kasıb ailədən idik. Amma özümü bir şahzadə kimi görərdim. Çox qəni görərdim. Hala da Allaha şükür özümü qəni görürəm. Yəni, həmişə deyərdim ki, pul ərzişi yoxdur mənim üçün. Mən o qədər pul görmüşəm ömrümdə ki, bundan belə ki, deyirəm, görməmişdim. Amma, məsələn, puldan ötürü gedim, adam satım, puldan ötürü gedim, bir işə girim, belə bir şey göylüm istəməzdi. Əlbəttə, indi göylüm istəyir, məsələn, puldan ötürü gedim, bir işə girəm. Yəni, bu vaqiyyətdir. Yəni, indi iş axtarıram. Yəni, indi ki, mənim 60 yaşım vardı, mən iş axtarıram. Pul qazanam, yaşayam, yəni yaşamaq üçün pula ehtiyac var. Amma o zamanlar özümdə bir qina görürdüm. Özümün içimdə bir qənilik, elə indi də görürəm onu. Yəni, vaqiyyət bu ki, indi də mən o qəniliği görürəm. Puldan ötürü başımı nə yoldaşa əhmişəm, nə düşmənə əymişəm. Heç birisinə. Əyməmişəm, inşallah da əyməyəcəm. Allah da yetirər. Məni yaradan Allahdır. Mənim Allaha imanım var. Allahı da özüm bilirəm nədir. Bəlkə də mən yaratdığım Allaha qulluq eləyəcəm. Allah da mənə qulluq eləyəcək. Çünki biz ikimiz bir-birimizi yaradırıq. Mən Allahı yaradıram, Allah da məni yaradıbdır. Yəni, mənim belə bir inancım var. Yəni, hər halda, keçək. Çox gözəl bir kitabla tanış olduq. Gününüz gecəsi xeyir.